Salam, hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər, əziz Alxanlı kənd sakinləri. Qeyd edim ki, 4 mart 2026-cı il tarixində Şüküroğlu Ametal MMC-nin rəhbəri Hacıyev Amil Şüküroğlu tərəfindən Ramazan ayı münasibəti ilə bağlamalar gətirib, ərzaq bağlamaları təqdim edir işçilərinə. İstəyərdim ki, Amid müəllimin özünün təəssüratlarını dinləyək. Bilirsiniz ki, bugün tüm Müsəlman ayının ən gözəl ayı Ramazan ayıdır. Bu münasibətlə xalqımızı təbrik edirəm. Bir sahibkar olaraq bugün dövlət başçımızın siyasətinə sadiq qalaraq mən də özümə borc bilirəm ki, ətrafında mənimlə bir yerdə əziyyət çəkən zəhmətkeş işçilərə imkanımız müqabilində bayram hədiyyəsi təqdim edəm. Siz də çox sağ olun, Rahət müəllim, bu məsələni işıqlandırırsınız. Düzdür, hərçənd mən etiraz elədim, amma dediniz, nümunə olaraq mən də fikirləşdim ki, həqiqətən də gözəl bir nümunədir istənilən bir sahibkara. Bir daha bizi izləyən bütün dostların hər birisinin Ramazan bayramı münasibəti ilə təbrik edirəm. Çox sağ olun, Allah razı olsun. Oradan geçecek. Bayramınız mübarek olsun. Ramazan bayramı münasebetiyle sizi tebrik ediyorum. Her gününüz düşerli olsun inşallah. Ben zahmetkeş bazı ve kardeşlerim. Sağ olun. Növbəti işçilərimiz inşallah gəldiksə, onların da bayram təbriklərini eləyəcəyik inşallah. Allah ömür versin, Allah əşki eləməsin. Bir daha xalqımıza, elimizə, obamıza həm Ramazan bayramı münasibətilə, həm Novruz bayramı münasibətilə xoş sədalar, süfrələri qoyulmalı. Allah sizə ömür versin, var olasınız, əski olmayasınız.